Herkese salam, kanalımıza da yeni videomuza hoş geldiniz. Bugün məşhur prodüser Tarıq Əliyevin bacısı Fatimənin toyudur. O bugün gəlin köçür. Həmin görüntüləri sizlərə təqdim edirik. Gəlin ol. Biz də sənin xoşbəxt günlərinə baxar, sevirik inşallah. Allah Teala sizə necə deyirlər o. İndi qardaşı istəyəcək 7 oğul bircə qız. Mən amma Allah nə pay verirsə versin. Sən bacın da sənə əmanətdir, bilirsən. Aylar biz də bacımı sevir, çox istəyir. Sən də ondan da çox yaxşı. Allah mübarək eləsin. Salma ben. Sen selamı çok istiyorsan, kaynanalı da çok isteyebilen, esas kaynanalı da atadilen ama ürəkdən bilən. O gün olsun size o qardaşın toyuna gələydi inşallah. Allah size oğlunu nəsib eləsin. Ben de sevindim. Onsuz mənim nəyim var, sənin var. Ama xoşbəxt ol. Əsas evdə dağlı eləmiyorum. Yani pul ola bilər olsun, nazillikdə pul olmayabilir ama əsas olduğunu ki, hürmət olmalıdır. Siz zarafat eləmə. Bugündən sən uygun gəlmişsin, mən sənin qardaşım ama sən sənə həyat yoldaşırsan və Allah səni səninlə bir yerdə boşa qalırsın inşallah. Oğlu qızda olsa, Allah səni hər zaman evində, gələn ocağında başımıca eyləsin. Amin. Amin.